Gəncə Dövlət Universitetində 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra idman sahəsində əldə edilən uğurlara həsr olunmuş videoçarx nümayiş etdirilib. Rektorun baş müşaviri Asif Cavadov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan idmanının geniş vüsətlə inkişafı ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizdə hələ birinci rəhbərliyi dövründə digər sahələrə olduğu kimi idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınaraq maddi-texniki bazanın yaradılması üçün böyük işlər görülmüşdü. Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində artıq Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır. Gəncə Dövlət Universiteti İdman Klubunun sədri, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov Ali Təhsil Ocağının idman sahəsində qazandığı uğurlarından bəhs edib, universitetdə yüksək dərəcəli idmançıların hazırlanmasında Gəncə Dövlət Universitetinin idman klubunun rolundan danışıb. Qeyd olunub ki, Gəncə Dövlət Universitetində başqa sahələrdə olduğu kimi idman sahəsi də rəhbərlik tərəfindən diqqət və qayğı ilə əhatə olunur. İdman klubunun tərkibində 10 idman növü üzrə 15-dən artıq komanda mövcuddur. Həmin komandalar universiteti beynəlxalq və respublika yarışlarında layiqincə təmsil edirlər. Tədbirin sonunda bir qrup universitet əməkdaşı və tələbələr idman sahəsində əldə etdikləri nailiyyətlərə görə fəxri fərman, kubok və medal ilə təltif olunublar. Bildiyimiz kimi bugün 5 mart bədən tərbiyə və idman günüdür. Sevindirici haldır ki, cənab prezidentimiz həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Və bu da bütün idmançıların üzərində böyük məsuliyyəti dərk etdiririk. Və təbii ki, möhtərəm prezidentin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda idmançılarımız dünya arenalarında böyük uğurlara imza atmışdılar. Mən fəxr hissi ilə demək istəyirəm ki, Gəncə Dövlət Universitetində idmanın kütləviliyi yüksək səviyyəyə gəlib çatdırılmışdır və hörmətli rektorumuz Yusuf müəllimin idmana göstərdiyi diqqət və qayğının nəticəsində universitetin professor və müəllim heyətinin sağlam həyat tərzini və onların asistavahlarının səmərəli keçirilməsi və peşəkar idmanla məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. Qeyd etmək istəyirəm ki, bunun nəticəsində universitetin tələbə idmançıları respublika, şəhər və beynəlxalq turnirlərdə uğurlu nəticələr qazanmışdılar. Günay Hüseynova, Nazir Quliyev, Rəva Məmmədli bugün informasiya proqramı üçün.